və buradan o tərəfə də çox getmək istəyərdim, amma orada yazılıb ki, təhlükəli ərazilərə daxil olmayın, partlayıcı sursatlara yaxınlaşmayın və düşünürəm ki, minalanmış ərazilər tam təmizlənməmiş ərazilər ola bilər. Nə olar, nə olmaz, riskə getmək olmaz. Çünki hələ daha çox video çəkmək istəyirəm. Deşilə, yəqin ki, ilan yuvaları da ola bilər. Siçan da ola bilər, ilan da ola bilər. Mən çox şeydim. Bu kəndin adı çox maraqlıdır. Papi kəndi. Erməni vandalizminə məruz qaldığı açıq-aşkar ortadadır. Çox gözəldir. Bu dəqiqə buranın təbiəti, bilmirəm orada necə düşür. Bir dənə zəhmət olmasa bu tərəfdən gəlib o tərəfə də çəkə bilsək əgər çox super olar. Çox qəşəngdir. Buradan isə hal-hazırda Yeni Horovlu kəndi görsənir. Kəndin görünən qismi buradır, yəni çox böyükdür həqiqətən kənd. Bir tarix var burada. Ərəbcə yazıları var burada. Bir də şəkil fason da şeylər var. Ərəbcə yazılıb, görürsən. Təəssüflər olsun ki, burada çox qala bilməyəcəyik, amma bacardığımız qədər kəndi gəzmək istəyirik. Gedək Horovlunu gəzək, görək nə var, nə yox orada. O sarı ocaq deyirsən. O sarı ocaq, yəni mən həmişə elə yerlər çox maraqlı olub. İnsanlar nəyə görə insanlara görə müqəddəsdir? Bilirsən, belə and içdiyimiz yer orada. Yəni nə tər deyim sana? Bax, ora xəstə olan gedir, şəfa tapır. Belə ağzı əyri gedən düz gəlir. Nənəndən soruş, valide nənəni deyəcək sana. Yəni bizim müqəddəs ocağımızdır. Heç eşitməmişdim. O ermənilər var. Qar vaxtı gəliblər ora. O bəddur ermənilər var ha. Onlar da ora ziyarətə gəlirdilər ha. Görünən vəziyyətdir ki, oranı dağıtmadılar onlar. Çox sağ ol. Siz neçə vaxtı buradasınız? Noyabrdan buradayım. Noyabrdan, maşallah. Qabaq belə suvada yaşayırdıq o qəsəbələrdə. Nətərdir, bəyənirsiniz buraları? Yox, bura öz vətənim. İnansan burada yatıb duranda elə bir ki, cənnət, doğma yerimizdir. Burada deyə yuxarıda da babamın qəbri var. Elə bağ da onun olub. Elə qismət getdi, məni çaldı bura. Çox deyirəm, bir nağıl kimidir, Yox, maraqlıdır. qismət. Mən bura köçəndə burada döldüm ha, mən əsgərlikdə idim.